Salam. Elektron jurnalda gündəlik şərhləri əlavə etmək üçün təbii ki, profil hissəsindən istədiyimiz jurnalı seçirik və açılan hissədə birinci mövzunu yazırıq. Mövzu hissəsində məzmun standartını da qeyd edeyim və bundan sonra hansı şagirdə şərh yazacağıqsa, burada həmin standartı qeyd edirəm. Burada məzmun şərh nədirsə, şərhimi əlavə edirəm bura, hansı tapşırıq icra edir və s. Meyarımızı da qeyd edirik bura. Nizam intizamla bağlı hər hansı bir göstəriş varsa, onu da qeyd edirik və yadda saxla vururuq. Yadda saxladıqdan sonra görəcək ki, həmin şagirdin qarşısına qeyd düşmədi. Çünki burada qeyd düşməsi üçün, baxın, burada tutaq ki, qiymət yazıram bu şagirdə. Seçdim. Mütləq iştirak edir seçmək lazımdır. İştirak edir və şərhi yazırıq. Bundan sonra yadda saxla vuranda həmin xananın kənarında bax belə işarə olacaq. Bir dəfə yeniləmə vurduqda həm iştirak edir, həm də şərh bölməsi burada aktiv olub. Bu şərh valideynin səhifəsində də görünəcəkdir. İmtahan qiymətlərin daxil etmək üçün, tutaq ki, hər hansı bir sinifə, mən də yenə jurnallar bölməsinə daxil olum. Hər hansı bir sinifə jurnallar bölməsinə mən summativ qiymətləri daxil etmək istəyirəmsə, baxın, ayın 21-nə kiçik summativ qiymətləndirmə var bu günə. Bəzən səhv harda olur. Bu hissəni, mövzu hissəsini vurduqdan gəlib yeni mövzu yerindən əlimizlə yazırıq kiçik summativ qiymətləndirmə. Bunu buradan yazmaq lazım deyil. Mütləq burada imtahan bölməsini seçməliyik. Buradan kiçik summativ qiymətləndirmə yerini vurub əlavə et vurmalıyıq ki, həmin hissədə artıq qiymətlər yazmaq üçün yer olsun. Bundan sonra imtahan qiymətlərinə daxil oluruq və artıq burada summativ qiymətlər yazılan yer aktivdir. Əgər hər hansı tarixdə səhv etmirsinizsə, bu tarixdə summativ qiymətləndirmə olmamalıydı, onda siz buradan xanaların içini boşaltmalısınız mütləq. Burada sil düyməsini vurmalısınız ki, buradan summativ qiymətləndirməni çıxara biləsiniz. Summativ qiymətləri daxil etdikdə mütləq yalnız bal yazılmalıdır. Başqa heç bir işarə, simvol bura qeyd etmirik. Çünki burada riyazi əməliyyatlar gedəcək, sonda böyük summativ qiymətləndirmə və illik qiymətləri öz avtomatik hesabladığı üçün başqa heç bir simvol daxil etmirik. İndi sizə hər hansı yazılmış bir tutaq ki, sinifin qiymətlərini göstərsəm əgər, məsəl üçün bu sinifin, baxın, qiymətlər burada bu qaydada düşübdür. Görürsünüz, öz avtomatik, tutaq ki, neçə baldan 4 düşür, 5 düşürsə, o qiyməti bura qeyd olunur.